Hər kəsə salam, hörmətli MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər, əsasən də MİQ müəllimləri bu video izahımızda TYT AYT geometri suallarına gəlin baxaq. Təbii ki, baxın burada qeyd olunubdur. TYT AYT əsas düşən suallar da hansı ki, MİQ-də ən çox istifadə olunan kitablardan biridir. Bu TYT AYT həm cəbr hissəsi, həm də həndəsə hissəsi. Avqust ayının 1 və 10 aralığından artıq bizim MİQ və sertifikasiya dərslərimiz başlayır. Qoşulmaq üçün 055 366 93 96 WhatsApp nömrəsinə yazıb əlavə məlumat əldə edə bilərsiniz. Gəlin birinci bölmədən başlayaq. Birinci bölmədə yamuk nədir? Trapesiyadan başlayır. Səhifə 7-dən 31-ə qədər olan suallardır. Həm qaydalara baxacağıq hissə-hissə. Gün 1, yəni bugünkü gün üçün, həm də biz burada nəyə baxacağıq? Örnək suallar var, nümunə suallar. Bunları bərabər şəkildə işləyəcəyik. Birinci başlayaq trapesiya. İki tərəf bir-birinə paralel olan dördbucaqlı trapesiya adlanır. Paralel olan tərəfləri trapesiyanın oturacaqları, yəni üst taban nədir? Üst oturacağı, alt oturacaqları və yan tərəfləri adlanır. Digər kənarlar isə trapesiyanın yan kənarları. Yan kənarların ortasını birləşdirən bu parçaya, bax bu orta taban nədir? Bizim dildə desə orta xətt adlanır. Orta xətt trapesiyanın yan tərəflərini iki bərabər hissəyə bölür. Paralel kənarlar, yəni oturacaqlar arasındakı məsafə isə yüksəklik nədir? Yəni trapesiyanın hündürlüyü adlanır. Özəlliklərinə baxaq. Deyir ki, yüksəkliyi h olan, yəni hündürlüyü h olan ABC trapesiyasında əgər AD tərəfi BC oturacağına paralel olarsa və AY YB-yə, DF FC-yə, yəni burada YF orta xətt funksiyasını yerinə yetirərsə, o zaman orta xətti tapmaq üçün oturacaqların cəmini yarıya bölmək lazımdır. Burada özəlliyin isbatı da verilib. İstəsəz burada QR kodu oxudub, elə videonun içindəcə götürüb isbat edə bilərsiniz. Buna hələ ki girmirəm. Başqa nə qaydası var? Baxaq başqa qaydalarına. Deməli nə deyir? Deyir ki, sahəsini tapmaq üçün həmən bu orta xəttin uzunluğunu hündürlüyə vurmaq lazımdır. Bu şəkildə. Yəni biz buna bura A, bura bir B desəm, sahəni belə də yazmaq olar. S bərabər A üstə gələk B bölünsün 2 vurulsun H də ifadə etmək olar. BAD bucağı ilə ABC bucağın, yəni paralel tərəfə, bir tərəfə daha doğrusu bitişik bucaqların cəmi, bu alfa, bu betası 180-ə bərabərdir. Alfa üstə gələk beta bərabərdir. 180 dərəcə. Daxili bir tərəfli, paralel düz xəttlər arasında qalan daxili bir tərəfli bucaqlar əmələ gətirdiyinə görə ADC bucağı ilə, baxın, ADC bucağı ilə BCD bucağının cəmi də 180 dərəcəyə bərabərdir. Bu qaydalar əldə olunur. Bunları da mütləq bilməliyik. Paralel düz xəttlər arasındakı məsafələr bir-birinə bərabər. Yəni trapesiyanın növü nə olur olsun, istər bərabər yanlı, istər müxtəlif tərəfli. Trapesiyanın hündürlükləri bir-birinə bərabərdir. Paralel iki tərəflər arasındakı bütün qonşu bütünlər iki açıortaylardır. Yəni belə deyək də, bir tərəfə bitişik bucaqların tən bölənləri kəsişir və kəsişmə nöqtəsində 90 dərəcəli bucaq əmələ gətirir. Paralel iki doğru ilə oluşan şəkildə bir köşəyə aid açıortay çizilir. İkizkenar bir üçgen. Bunu mən həmişə uşaqlara da deyirəm. Yəni yəni bu tipdə məsələlərdə tən bölən çəkilibsə, tən bölənin ayırdığı üç bucaq həmişə bərabər yanlı üç bucaqdır. Bu belə. İspat heç. Keçək indi örnək 1-ə gəlin baxaq bərabər şəkildə. Deməli nədir? ABCD trapesiyasında bizə trapesiyanı verib. AD paraleldir BC. Aha, sonra nə verib? AB özü də D-yə paraleldir. Paraleldirsə mən bunu buradan uzada bilərəm. Düzdür. Uzatsam bu olacaq uyğun bucaqlara görə 40 dərəcə. 40-25 dərəcəsi onda bu olacaq. İki bucağın iki daxili bucağın cəmi. Onlara qonşu olmayan xarici bucağına bərabər 65 dərəcə. Burada 2-3 bucağı görürsünüz. Bərabər yanlı olduğuna görə oturacağı bitişik bucaqlar bərabər olacaq. 65-65 ikisinin cəmi nəyə bərabər olmalıdır? 180 dərəcəyə bərabər olmalıdır. 130 üstə gələ x bərabər 180, x də bərabər 50 dərəcə. Bir doğru cavab olacaq. Burada D variantı. Bax, belə rahat bir sual idi. Çünki nəzərə alaq ki, hələ ki suallar rahat olacaq. Keçək ikinci örnəyə. Deyir ki, ABC AB paraleldir DY-yə, AD də BC-yə paraleldir. DY açıortay. Açıortay nə? Tən böləndir. 64 dərəcədirsə onda bucaq D olmalıdır.
180-dən 64 çıxanda 116 dərəcə. Düzdür? 116-nı yarıya bölsəm 5 dəfə 58 dərəcə. Deməli, bura oldu 58, bu da oldu 58 dərəcə. Düzdürmü? Düzdür. O zaman bura 58, baxaq indi. Bu bucaq 58 olduğuna görə bu bucaq da olacaq 58 dərəcə. 58-in qonşusu olacaq 122 dərəcə. Düzdür? Parallelogram burada əmələ gələn fiqur parallelogram da qarşı bucaqlar bərabər olduğuna görə x bucağı da 122 dərəcə olacaq. 2 doğru cavab oldu. Y variantı. Üçüncü sual. ABC trapesiyasında uzunluğu 4 olan AD kənarı uzunluğu x olan BC kənarına paraleldir. Olsun. AB'nin uzunluğunu verib 6. Düzdür. BAD 124 dərəcə olarsa x-in uzunluğunu soruşur. Deməli, mən bunu bu şəkildə uzatdım. Uzata bilərəmmi? Bəli. Paralel şəkildə. AB-yə paralel şəkildə. Burada alınan fiqur parallelogram olduğuna görə bura bir K deyim. O zaman BK-nın uzunluğu olacaq 4. Və DK-nın uzunluğu olacaq 6. Düzdür. 124 dərəcədirsə onda bu paralleloqramın digər qarşı bucaqları bərabər olduğuna görə 124. 124 sonda bu bucaq neçə olacaq? 56 dərəcə. Düzdürmü? Düzdür. 56-nın üzərinə 62 gələk. 56 üstə gələk 62. 8. Düzdür. 118. 118 isə onda bu bucaq olacaq 62 dərəcə. Nə görürəm? Oturacağı kiçik bucaqları bərabər olan burada belə bir bərabər yanlı deməli nə görürəm? 3 bucaq görmüş oluram. Bax, bu bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucağında oturacağı kiçik bucaqlar bərabərsə, deməli tərəflər bərabərdir. Onda bu KC tərəfinin uzunluğu da 6 olacaq. X-in uzunluğunu soruşur. 4 plus 6 bərabər 10. Doğru cavab olur 3. Y variantı. Davam edək 4-cü sual. Bir-birinə paralel olan kənarın uzunluqları 4 və 20 olan trapesiyanın yan kənarlarından birinin uzunluğu 12-dir. Olsun. Deməli, buradan bir hündürlük endirsəm, müəllimlər. O zaman bu uzunluq trapesiyadan söhbət gedir. 30 dərəcə bucaq qarşısında olan katil hipotenuzun yarısına bərabər oldu. Hündürlüyü oldu 6. O zaman bura olacaq 60 dərəcə. 60 dərəcə bucaq qarşısında duran katil lazım deyil, lazım deyil. Çünki biz siz nə soruşur? Alan trapesiyanın sahəsini soruşur. S də bərabər orta xətti 4 üstə gələk. Orta xətti tapım. M bərabər 4 üstə gələk 20 bölək 2. 24-ün yarısı 12. S də bərabərdirmi orta xətlə hündürlük hasilinə? 12-ni vuraram 6-ya bərabər 72. Doğru cavab oldu 4. D variantı. 5-ci sual. ABC trapesiyasında AD BC-yə paraleldir. ABC və CAD bucaqların ölçüləri bir-birinə bərabərdir. Yəni, bura hər hansı bir alfadırsa, onda bu da hər hansı bir alfa bucağıdır demək istəyir. Uzunluqları 15, 13, 18 olarsa AD-nin uzunluğunu soruşur. Gəlin, indi baxaq. Əgər bura alfa bucağıdırsa, onda bu da alfa bucağıdır. Niyə? Çünki paralel düz xəttlər arasında qalan daxili çarpaz bucaqlar. Bura alfadırsa, bu da alfa olmalıdır qaydaya görə. O zaman burada mən baxıram ki, bərabər yanlı 3 bucaq əmələ gəldi. Hansılardır? Baxın mənlər, bax bu 3 bucaq, bax bu 3 bucaq görürsünüzmü? Bu 3 bucağı mən bərabər yanlı kimi görürəm burada. Çünki alfa oturacağı kiçik bucaqlar bərabər olduğuna görə AC tərəfinin uzunluğu da 15-ə bərabər oldu. Bu şəkildə tapmış oldum. Daha sonra mən buradan hər hansı bir hündürlük endirsəm, bərabər yanlı 3 bucaqda endirdiyim hündürlük həm də median olur. Yəni 18 yarı böləcək. 9, 9. Pifagora görə, əgər bura 15-dirsə, uzunluq 15-dirsə, Pifagora görə mən bu hündürlüyü tapa bilərəm. H bərabər kökün altında 15-in kvadratını, 9-un kvadratını çıxaram. 225-dən 81 çıxıram. 144, 12. Hündürlüyü 12 tapmış olduq. Olduqmu? Olduq. O zaman bizdən nə soruşur? Bura 15. Bura 15 olduğu kimi qalsın. AD-nin uzunluğunu soruşur. Düzdürmü? Baxın. Mən buradan, bax buradan, bu hissədən AD-yə də 1x deyirəm. Bəlkə də başqa yolu var mənlər. Mən indi hal-hazırda yadıma düşən yol deyirəm sizə. Bu düz bucaqlı 3 bucaqdan kosinus alfanı tapa bilərəm. Kosinus alfa nəyə bərabərdir? Bax buradan yazıram. Kosinus alfa bərabərdir. Bitişik katilin, yəni 9-un hipotenuz olan nisbəti, 15 olan nisbəti 3-ə bölsəm 5-də 3-ə bərabər olmuş oldu. Əla. Burada 15 idi. Bu 3 bucaqdan kosinuslar teoremindən mən buradan AD-ni tapa bilərəm. Yəni x baxın buradan 13-ün kvadratı. 13-ün kvadratı bərabərdir. 15-in kvadratı üstə gələk x-in kvadratı minus 2 vurulsun, 15 vurulsun, x vurulsun. Kosinus alfanın yerinə nə yazaram? 5-də 3 yaza bilərəm. Yazaram mı? Yazaram. 13-ün kvadratı neçə eləyir? 169. 15-in kvadratı 225. Çıxıram 225.
56 qalır burada. Mənfi qalır, amma mənfini nəzərə almayacağam. Çünki burada mənfi var, müsbət edəcək. Mənfiyə bölsəm. 56 bərabərdir. Baxın, 5-i 15-ə bölsəm 3 eləyir. 3 dəfə 3-ün 9, 9-u 2-yə vursam nə qalır? 18. X-in kvadratı minus 18 x qalmış oldu. Buradan x kvadratı minus 18x minus 56 bərabər 0. Deməli, hasilləri 56-ya bərabər olsun. Mənfi 56. Cəmlərdə 18-ə bərabər olan ədədlər. 23 və 2 ola bilər. Yox, bir dəqiqə. 2-yə böləndə 28, 2, 7 və 8, 14 və 4 ola bilər. X minus 14, x minus 4 yaza bilərəm. Buradan da x bərabər 14, x də bərabər 4. Doğru cavab olur A variantı. Niyə 14'ü deyərsiniz götürmürük? Çünki 14 şərtə görə ödənməyəcək. Çünki necə 14 olsun? Baxın, buradan da bir hündürlüyü endirsəm, bura eksi ise bura 9 minus x düzdür. Əgər bura mən 14 versəm, müəllimlər, bura 14 olsa, onda buranın tərəfi mənfi 5 olur. Tərəf mənfi 5 ola bilərmi? Olmaz. Ona görə də müsbət 4 götürürəm. Yəni ona görə deyirəm, şərtə görə ödənməyəcək. Örnək 6, yəni nümunə 6. ABC trapeziyasında E nöqtəsi bulunduğu kənarın orta nöqtəsi. Orta nöqtəsi isə trapeziya, deməli bu tən bölünənlərin kəsişmə nöqtəsi, bu da 90 dərəcəli bir bucaq əmələ mütləq gəlir. Bu belə. AB DC-yə paralel verib AB 4 10-dursa, həm də biz deyə bilərik ki, bu tən bölənlərin kəsişmə nöqtəsi orta xəttin üzərinə düşür qaydaya görə. O zaman orta xətti tapsam, n bərabər desəm, n bərabərdir 4 üstə gələk 10 bölünsün 2 bərabər 7. O zaman bu oldu 7. Bax bu. Orta xətt oldu 7. Düz bucaqlı, üç bucaqlı, düz bucaq təpəsindən çəkilmiş. Bu median olur. Niyə? Çünki orta xətt yarı bölür axı. Deyir, hipotenuzu yarı bölür. Özdə həmin yarı bölmüş hissəyə bərabər olduğuna görə 7, 7. AD'nin uzunluğu nəyə bərabər olmuş oldu? 14'ə. Doğru cavab olur 6C variantı. 7-ci sual. ABC trapeziyasında AD paraleldir BC-yə. Deməli, əgər yadda sax, bu ilki MİQ sualı. Baxın, bu il MİQ-ə düşən sual. Eynisi həqiqətən. Deməli, tən bölənlər kəsişmə nöqtəsində 90 dərəcə bucaq əmələ gətirir. Əgər buradan hər hansı bir orta xəttin üzərinə düşürsə, yarı böləcək 7, 7. Onda bu da oldu 7. Orta xəttin uzunluğu olmuş oldu 13. Bu da olsun x, düzdür. X-in üzərinə 11 gəlib. 2'ye bölsək 13'ə bərabər olur. Düzdürmü? Düzdür. Buradan x plus 11 bərabərdir 26. X də bərabər 15. Doğru cavab olur 7C variantı. 8-ci sual. 8. ABC trapeziyası verib bizə. AD paraleldir BC. AY demək orta xətti. Düzdür. Orta xətti olduğuna görə birləşdirsəm 18'in üstə 8 gəlsəm 26 yarısı oldu 13. Bu da yarı böləcək 5, 5. Pifagora görə bu da olacaq 12. Məndən nəyi soruşur? 7'nin uzunluğunu soruşur. Doğru cavab olur 8C variantı. 9-cu sual. ABC trapeziyasında AC BD-yə, hanı bu AC? AC ilə BD kəsişir. Kəsişmə işarəsidir də, kəsişirlər. BD-nin uzunluğu və F nöqtəsinə kəsişirlər. Bunu demək istəyir. AY perpendikulyardır YS-yə. Olsun. Onda mən bunu belə birləşdirsəm, buradan hündürlüyü endirsəm, bura olacaq 12. Bu da olacaq, bax bu hissə. Ya da qalsın bu belə. DC'nin uzunluğu 24 olarsa, buna görə F nöqtəsinin AB və DC doğru parçalarına uzunluqları arasındakı fərq neçə olar? Sual biraz tam başa düşmədim. Görüm sualda nə deyir? Buna görə F nöqtəsinin AB və DC doğru parçalarına AB və uzunluqları arasında fərq neçə sant ola bilər? Gəlin buna baxaq. Yəni başa düşdüyümüz kimi H-ın uzunluğu 30, düzdürmü? Burada AB DC-yə paralel olduğuna görə baxın, FAB üçbucağı ilə bu üçbucaq ilə. Deməli, bax bu üçbucaq ilə FDC üçbucağı bir-birinə oxşardır. Oxşarlıq əmsalda K-da bərabər 12'ni 24'ə bölsəm 1 bölü 2 olacaq. Düzdürmü? Düzdür. O zaman hündürlük var axı. Deməli, yəqin ki, bu məsafə hündürlük demək istəyir. Elə deyil. Ümumi hündürlük də 30'dur. Birinin 2 nisbətində bölünürsə, onda biri 10 olacaq, biri 20 olacaq. 1 bölü 2 nisbətində. Yəni, bura A-dırsa, bura 2A olmalıdır. A ilə 2A-nın cəmi nəyə bərabərdir? Hündürlük 30'a bərabər. 3A bərabər 30, A bərabər 10. Deməli, bura 10'dur, bura 20. Düzdür. Bunların fərqini soruşur deyə düşünürəm. 10. Doğru cavab olur 9A variantı.
10-cu sual. ABC trapesiyanın köşegənləri kail köşə nədir? Yəni diagonalları. Kail doğu parçası üzərində. Doğu parçası nə idi? Bir dənə baxım. Doğu parçası məncə orta xətt idi. Yadımdan çıxdı həqiqətən. Bir dəqiqə. YF. Bir dəqiqə gözləyin. Doğu parçası nə idi? Orta xətt idi məncə. Yəqin orta xətt deyil. Baxaq bir dənə məsələmizə, 10-cu sualımıza. Aha, kail düz xəttdəyik də. Üzərində Y nöqtəsi kəsişməkdədir. Uzunluqları sırayla baxaq. 8, x və 24 olan AB. AB 8-dir. Deməli, kailin uzunluğu x-dir. Düzdürmü? Və DC-nin uzunluğu 24-dür. Birinə paraleldir. Verilənlərə görə tapın. X-in uzunluğunu soruşur. Sadəcə burada doğu parçası orta xətt deyil. Hər hansısa bir belə deyim. Düz xəttdir. Desəm inanmazsınız. Bu da 2025-ci ilin MİQ imtahanı. Bax, MİQ suallarından biridir. Bura A olsun, bura B olsun, bura bir C olsun. Düzdür. O zaman yazaram ki, müəllimlər, bax bu üç bucaqda, bu balaca üç bucaq ilə, bax hansı üç bucaq? Üç bucaq hansı o? DKY oxşardır üç bucaq ABD-yə. ABD-yə. Buna görə yazaram ki, A-nın S-yə olan nisbəti bərabərdir. A-nın S-yə. A üstəgələk B-nin 8 olan nisbəti buradan. Bir də hansı? Diqqətlə baxın, hansı üç bucağa baxıram. Bax, bu üç bucaq balaca üç bucaqla həmin bax bu böyük üç bucaq. Bu zaman yazaram ki, B-nin S-yə olan nisbəti bərabərdir. A üstəgələk B-nin də 24 olan nisbəti. Düzdür? Əla. Bura qədər möhtəşəm. Gəlin beləlik, tərəf-tərəfə toplasaq. A üstəgələk C, üstəgələk B bölünsün C bərabərdir. 24-də bunu 3-ə vursam, toplasam 4A plus 4B. 4-də də bölsəm A plus B bölü 6 qalır. C-də A üstəgələk B. A üstəgələk B-nin uzunluğu mənə nəyi verir? AD-ni verir. AD-nin də C olan nisbət bərabərdir. A üstəgələk B. A üstəgələk B ilə 6 demək deyil, AD deyilmi? AD-nin 6-ya olan nisbəti. Düzdürmü? Düzdür. Onda buradan C nəyə bərabər oldu? 6-ya. Eyni qayda ilə Y-li tapsam, Y-linin də uzunluğu 6-ya bərabər olacaq. Doğru cavab oldu 10C variantı. 11-ci sual. ABC trapesiyasında AC və BD diagonalları bir-birlə E nöqtəsi ilə kail orta xətti ilə N və N düz nöqtəsini kəsişir. AB'nin uzunluğu 6-dırsa, onda orta xətdirsə, bura 3 olacaq, burada 3 olacaq. Düzdürmü? Burada 24-dürsə fikir verin, bax bu. Bunun orta xətti olmalıdır 12. Onda bunun payına qalır 9. Və yaxud da MN-in qaydası belə idi də. 24-dən 6-nı çıxıb 2-yə bölməliyəm. 18-in yarısı 9. Belə də yazmaq olar. MN-in uzunluğunu soruşur. Doğru cavab oldu 11D variantı. 12-ci sual. Burada belə bir örnək var. Burada ortada qalan kail parçasının uzunluğunu soruşursa, DC-dən AB-ni çıxıb yarıya bölmək lazımdır. Əgər orta taban, orta xəttin uzunluğu orta tabandır. Doğu parçası hər hansı bir parça deməkdir. Deməli, Y orta taban orta xətt olarsa, onda böyük oturacaqdan kiçik oturacağı çıxıb yarıya bölmək lazımdır. Hansı trapesiyada YK deyir, elef eşitliyini sağlayar. Bu istər bərabər yanlış, istər nə olursa olsun, bütün düşünürəm ki, trapesiyalar üçün ödənilir. Niyə? Çünki bilirsiniz müəllimlər necədir? Sual verib maraqlı gəldi. Bax, burada məsələn olsun, bura 6, bura olsun məsələn 9, düzdür. Orta xətt isə bura 3, bu da 3 olacaq. Çünki həm bu 3 bucaq üçün, həm də bu 3 bucaq üçün hər ikisinin orta xətti də bərabər olacaq. Ona görə bütün trapesiyalar üçün bu ödənilir. Nümunə 12-yə baxaq. Nümunə 12, hələ ki davam edək, görək başımıza başqa nə işlər gəlir, hansı MİQ suallarını görə bilirik. ABC trapesiyasında BD diagonaldır. Aha. AB DC-yə paraleldir. AY də BC-yə paralel verib. Deməli, DB-nin uzunluğu 5 dənə DY-yə bərabərdir. Yəni, DY-nin uzunluğunu mən 2K desəm, DB-nin uzunluğu 5K-dırsa, da BY-nin uzunluğuna qalacaq 3K. Düzdürmü? Düzdür. Yəni, buradan DB bərabərdir 5K, DY bərabərdir 2K. Desə, bu oldu 3K. Və paraleldirsə, əgər bu görürsən, bu bir dənə problem var ki, düzbucaqlı trapesiyadır.
Deməli bu 90 dərəcə bunu qəbul edirəm. Bax bu uzunluq 30-dur. Düzdür? Belə indirsəm 30. Deməli bu olsun hər hansı bir AH. Düzdür? Bu şəkildə qəbul edirəm. BC-nin uzunluğu 30, 12. DB neçə olmuşdu? 5K. D nə olmuşdu? 2K. Bax bura 2K olsa bu da olacaq 3K. Düzdür? Oxşarlığa görə də onda AY ilə YM-in, YH-ın da nisbəti. Bax bu üç bucaqlar oxşar olduğuna görə 3-ün 2 olmalıdır. Yəni 3K ilə 2K-nın cəmini 30-a bərabər etsəm, lap 3K olmasın, 3A olsun. Çünki K ilə diaqonalı işarət etmişəm. 5A bərabər 30, A bərabər 6. O zaman bura olur 12, bura olur 18. AY-nin uzunluğunu tapdım 18. İndi hissə gəlir DC-nin uzunluğunu tapmağa. Deməli bura 12-dir. Düzdür? Bu da olsun x. Oxşarlığa görə x-in 12 olan nisbət bərabərdir. 3-ün 3K-nın 2K-ya olan nisbət. K-lar ixtisar getdi. Bu mənə lazım deyil. 6x də bərabər 18. Deməli neçə oldu? 6, 18. Düz yazdım mı? X-in 12-yə olan... Yox, səhv yazdım. 2-nin 3-ə. Belə olmalı. Bir dəqiqə. Üzrü sayın. Bax bu x-in 12 olan nisbəti. Düzdürmü? Bərabərdir. 2-nin 3 olan nisbəti. 2 bölünsün üst 4. X də bərabərdir. 8 almış oldum. Bax bura oldu 8. Onda DC'nin uzunluğu neçə olmuş oldu? DC bərabər 8 plus 12 bərabər 20 olmuş oldu. 20. 20'nin də üzərinə 18 gəlsəm 38 doğru cavab olur. B variantı. Davam edək növbəti 13-cü sual. ABCD trapeziyasında C'yi tənbölən olduğu bizə verilibdir. DY'nin uzunluğu 3 dənə AY'yə bərabərdir. Yəni AY'nin uzunluğuna biz hər hansı bir K desək, DY'nin uzunluğu 3K'ya bərabər olmuş olur. Bunu göstərir. BC'nin uzunluğu 15, AB 7 olarsa bizdən DC'nin uzunluğunu soruşur. Olsun X. Burada necə fikirləşirəm? Adi tərəfini uzatsam, bax adi tərəfini uzadıram. Bir də BD tərəfini. Hər hansı bir K nöqtəsində kəsişsinlər bunlar. Düzdür? Burada deməli AB DC'yə paralel olduğuna görə oxşarlığı alıram. Bax AKB 3 bucağı, 3 bucaq AKB oxşar olur 3 bucaq KDS'yə. 3 bucaq KDS'yə. O zaman bura hər hansı bir x deyim. Düzdür? Yəni belə olacaq. AK'nın oxşarlığa görə AK'nın KD'yə olan nisbəti bərabərdir. AB'nin də DS'yə olan nisbət. X deməyim. Bura bir A olsun, X bura olsun. AK'nın uzunluğu nədir? A'dır. KD'nin uzunluğu nə olur bəs o zaman? 4K plus A. 4K plus A bərabər. AB'nin uzunluğu 7, DC'nin uzunluğu X. Bu qalsın. Ayrıca KDS üçbucağında C'yi tənbölən olduğuna görə tənbölənin xassəsinə yaza bilərəm. Elə deyilmi? Yazaram. Yazaram ki bunun buna olan nisbətdə, yəni belə deyək. KS'nin YK'ya olan nisbəti bərabərdir. SD'nin DY'yə olan nisbəti. Verilənləri yazaq. KS'nin uzunluğu neçədir? Bax, KS'nin uzunluğu KS olduğu kimi qalsın. YK'nın uzunluğu YK. A plus K. A plus K yazıram bura. A plus K bərabər. SD'nin uzunluğu X olsun. DY'nin də uzunluğu olsun 3K. Düşünürəm belə çox uzun gedəcək. İkinci bir hal kimi gedə bilərəm, amma daha rahat yol axtarıram. Mən bu deməli tənböləni uzatsam və AB deməli oturacağı ilə, kiçik oturacağı ilə birləşdirsəm. Bura olsun hər hansı bir F nöqtəsi. Olsunmu? Olsun. Baxın burada ABCD bir trapeziyadır və ABCD paralel olduğuna görə DSY bucağı ilə, bax bu bucağı ilə, alfa bucağı ilə bu alfa bucağı bir-birinə bərabər olur. Bu da alfadır. Deməli burada bərabər yanlı 3 bucaq aldıq. Görürsünüzmü? Oturacağı kiçik bucaqlar bərabər olur. 15 isə 15 olması üçün bura olacaq 8. Düzdür. DY'nin də uzunluğu 3 dənə AY'yə bərabər olduğuna görə bunu yazmışdım. Hara yazmışdım? Bir dəqiqə silindi. Deməli AY'nin uzunluğu bir K'dırsa, DY'nin də uzunluğu olacaq 3K. Düzdür? Bu da olsun hər hansı bir X. Burada kəpənə 3 bucağın oxşarlığı mənə daha rahat gəldi. Nəinki bayaqçı yol. Yazaram 8'in X olan nisbət bərabərdir. K'nın 3K olan nisbəti. Buradan çarpaz vursam X bərabər 24 doğru cavab olur. 13 D variantı. Sual 14. ABCD trapeziyasında AB DC'yə paraleldir. Olsun. Davam edək. BK da KS demə orta xəttdir. Bax, bura orta xəttdir. Orta xəttsə bu hündürlüyü də yarı böləcək.
Bax belə çəkmişəmsə, hündürlüyü əgər 16-dırsa, bir dəqiqə. Aha, yarı böləcək 8 8 kimi. BK KS-yə bərabərdir. Yəni orta nöqtəsidir. YS-nin uzunluğu 2 dənə DY-yə bərabərdir. Və YS-nin uzunluğu 2 dənə DY-yə bərabər. O da bərabər 12. Yəni YS-nin uzunluğu 12-dirsə, DY-nin uzunluğu olacaq 6. Bax belə. Buradan hər hansısa bir digər hündürlüyü də endirsəm, bura olacaq 6, bu olsun H. Bu da olsun 6. Düzdürmü? Buna görə FY-nin uzunluğunu soruşur. 6 6-dırsa onda bu da 6 olacaq. Düzdürmü? Çünki orta hissədə qalıbdır. Bizdən FY. Bu isə 8 isə buranın da uzunluğu 8 olacaq. Deməli, belə baxa bilərəm da. Necə deyim sizə? Dedim axı bu hündürlük 8 8 bölünür. 6 6-dırsa onda bu 8 8 4 4 kimi yarıya bölünəcək. 14 doğru cavabı oldu. B variantı. Sual nömrə 15. Bu özəlliyi də baxaq. 15-də bitirək dərsimizi. Üst tabanı A. Yəni diagonalları, oturacaqları A və B olarsa, diagonalları perpendikulyar olarsa belə bir qayda var. C kvadratı plus D kvadratı bərabər A plus B kvadratı. Dik kəsişən köşegənlərin uzunluqları C və D-dir. Diagonalları C və D-dir. Ha, yəni bax, diagonallar C və D-dirsə, C-nin kvadratı plus D-nin kvadratı bərabərdir. A üstə gələk, B-nin mörtəzə kvadratı özəlliyi vardır. Baxaq indi 15-ci sual. ABC trapesiyasında AB DC-yə paraleldir. Diagonallar oturacaqlardır. Diagonallar bir-birinə perpendikulyardır. Diagonalların biri, yəni D1 bərabər 15, D2 bərabər 20-dir. DC-nin uzunluğu 4 dənə AB-yə bərabərdir. Yəni AB-nin uzunluğu A-dırsa, DC-nin uzunluğu 4 alacaq. Qaydaya görə necə idi? D1-in kvadratı plus D2-nin kvadratı bərabərdir. A üstə gələk B-nin kvadratı. 15-in kvadratı 225, 20-nin kvadratı 400 bərabərdir. A üstə gələk 4A-nın nəyə kvadratı? 625 bərabər 5A-nın kvadratı 25A-nın kvadratı. 25-ə bölsəm A kvadrat bərabər 25. A da bərabər uzunluq olduğuna görə müsbət 5. Deməli A 5-dirsə DC olacaq 20. Fərqini soruşur. 20 minus 5 bərabər 15. Doğru cavab olur 15 C variantı. Belə. Bu tipdə videoların davamını istəyirsinizsə mütləq videomuzu bəyənin, paylaşın və şərh bildirməyi, öz fikirlərinizi bildirməyi unutmayın. Diqqətinizə görə sağ olun.